Değerli tamaşaçılar, bir daha hamınızı xoş gördük. Bugün də mən Sadiq İsabərli növbəti canlı yayından siz değerli millətimizlə birlikdə olacağım və həmişə olduğu kimi haqlarımızı qorumaq üçün nə etməliyik sorusu, düşüncəsi ətrafında Güney Azərbaycanı və millətimizin haqları ilə bağlı olan məsələləri gündəmə gətirəcəyik və sizlərlə söhbətləşəcəyik. Sözsüz ki, biz hər zaman olduğu kimi çalışacağıq ki, siz dəyərli millətimizin də düşüncələrini, fikirlərini müxtəlif mövzulu söhbətlərimizdə alaq və birlikdə paylaşaq və bu fikirlər əsasında daha da verimli verilişlərimizin olmasına yardımcı olsun və həm də ümumilikdə bilək ki, ətrafımızda, Güney Azərbaycanımızda baş verən hadisələrin, olayların və bütün o proseslərin mahiyyəti nədən ibarətdir? Və nədən biz deyirik ki, haqlarımızı qorumaq üçün nə etməliyik sorusu, düşüncəsi ətrafımızda baş verən hadisələrə biganə qalmamalıyıq. Əgər Fars faşizmi çalışır ki, müxtəlif siyasətlərlə Güney Azərbaycanın bütün imkanlarını yalnız öz siyasi maraqları çərçivəsində tərif edib ondan istifadə eləsin, nədən biz buna imkan verək? Və buna imkan verək ki, rejim bu siyasətlərlə həm bölgədə təhlükəli bir imic formalaşdırsın, yəni özünə bir sima formalaşdırsın ki, artıq o siyasi coğrafiyada yaşayan bütün millətlərə o siyasi imic öz mənfi təsirini göstərsin. Həm də ki, o imkan yaransın ki, deyək ki, elə bir forma meydana çıxsın ki, Fars faşizmi onu göstərsin ki, güya apardığı o siyasətlər, bölgesel siyasətlər hamısı daxildə dəstəklənir və daxildə həm də heç bir narazılıq yoxdur. Heç bir narahatçılıq yoxdur. Hər şey çox gözəl şəkildə həyata keçirilir. Amma biz bunun belə olmadığını, biz İran adlanan ölkədə yaşayan Azərbaycan türklərinin və qeyri-fars millətlərinin acınacaqlı durumu ilə bağlı gündəmdə olan məsələləri və ümumilikdə aparılan siyasətləri ifşa etməliyik, gündəmə gətirməliyik və bütün dünyaya göstərməliyik ki, Fars faşizminin orada yaşayan qeyri-fars millətlərə münasibəti irqiçilik əsasında, nicatpərəstlik əsasında və bir üstdən aşağı baxma siyasəti əsasındadır. Heç də orada bir ədalətli, dini əsaslara söykənən bir rejim deyil. Bu, sırf bir millətin üstün olması siyasəti əsasında qurulan bir ideolojik siyasi rejimdir ki, bu günləri 35 ildən çoxdur ki, Azərbaycan türkünə və orada yaşayan qeyri-fars millətlərinə zülm edir. Keçənlərdə mən bir xəbərə baxırdım. Həqiqətən də bu çox acınacaqlı bir xəbərdir. Bu mənada acınacaqlıdır ki, bu xəbərə baxanda o zaman biz görürük ki, nədən bu rejim elə bir siyasət aparır ki, bizim millətin durumu göz önünə alınmır, bizim millətin çəkdiyi əzablar göz önünə alınmır, bizim millətin hüquqlarının tapdalanması göz önünə alınmır, bununla bağlı heç iş görülmür. Amma rejim apardığı o siyasətlərə görə çalışır ki, bölgədə müxtəlif siyasətlər aparsın və öz güya ki, dırnaqarası gücünü göstərsin. Və bununla da o insanların haqqı olan maddi sərvətləri götürür, müxtəlif ölkələrə pay kimi peşkeş edir və yaxud bir sıra projelər o ölkələrdə həyata keçirir. Bu mənada mən istədim ki, bir neçə müqayisə aparaq görək ki, bu rejim
bizim əlimizdən nəyi alır və nəyin hesabına hansı işləri görür? Və aya belə bir duruma biz susmalıyıq və yaxud haqlarımızı qorumaq üçün nə etməliyik düşüncəsi ətrafında bu məsələnin nədən bu şəkildə olması haqqında düşünməliyik və bir tədbir, bir eyləmə keçməliyik. Xəbər belə idi ki, rejim İran با چپاول Azərbaycan Lobnan را آباد میکند. Bu Günas TV'də gedən bir xəbərdir saytında və orada yazır ki, Fars faşizmi və yaxud İran rejimi Azərbaycanın sərvətlərini qarət eləməklə Lobnanı abad edir. Azərbaycanı məhrumiyyətlərə düçar etməklə, məhrumiyyətlərə, yoxsulluqlara salmaqla Lobnanı abad edir. Və biz bunları sizlərə göstərəcəyik çox qısa və balaca kiçik nümunələrlə. Vaxtımızın, zamanımızın imkanı olduğu təqdirdə əlbəttə ki. Xəbərdə belə deyir. Cumhuriyet İslami با غارت ذخایر معادن طلا مثل آذربایجان کشور لبنان را آباد می کند. در حالی که جاده های آذربایجان در وضعیت اسفبار به سر می برد و هر روز چندین ترک آذربایجانی به دلیل تردد در جاده های باریک، فاقد آسفالت، دارای سراشیبی های تند و پیچ های پی در پی وحشتناک جان خود را از دست می دهند، رژیم فارس ایران در روزهای اخیر چندین طرح توسعه جاده‌ای در جنوب لبنان توسط ستاد ایرانی بازسازی لبنان اجرا، افتتاح و به بهره برداری رسانده است. همچنین سفیر ایران در مراسم افتتاح طرحها از تلاش‌های ستاد ایرانی بازسازی لبنان برای بازسازی لبنان و ساخت و آماده سازی جاده‌های بین شهری جنوب این کشور قدردانی کرده است. Görürsünüz, xəbərdə Fars faşizmi Lobnanda və yaxud Livanda bir sıra projelər həyata keçirir. Və bu həyata keçirdiyi projelər yol, müxtəlif tikinti, park salma, şəhərin o çirklənməsinin qarşısını almaq üçün o Fazilabın belə deyək də, o kanalizasiya və yaxud Fazilab o sistemini bərpa eləmək və yaxud onu yenidən qurmaq, düzəltmək və digər abadlıq işləri aparır və çalışır ki, Hizbullah Lobnana və yaxud o terörist qrupların nəzarət etdiyi bölgələrə və ümumilikdə Lobnanın bir çox şəhərlərinə bu kimi dəstəyi verməklə onlara istədikləri şəraiti daha da rifahda yaşamaları üçün şərait yaratsın. Və müxtəlif projelər adı altında bunu həyata keçirir. Yazır ki, İranın Lobnandakı və yaxud Livandakı səfiri deyir ki, سفیر ایران گفته که جمهوری اسلامی ایران به سرعت برای بازسازی مدارس، بیمارستانها، راهها و پلها، شبکه‌های انتقال برق و دیگر تأسیسات زیربنایی در لبنان اقدام کرده است. Xəstəxanalar, məktəblər, yollar, körpülər və işıq deyək ki, o kanal, deyək o işıq o dəkəllərini və yaxud o işıq kabellarının çəkilməsi projelərində bu kimi işlərin hamısını İran adlanan ölkənin mütəxəssisləri gəlir orada həyata keçirməyə çalışır və bu siyasətlə də çalışırlar ki, belə bir imic, belə bir sima özlərindən yaratsınlar ki, güya İran orada yaşayan insanların hüquqlarını qorumağa çalışır, onların vəziyyətini yaxşılaşdırmaq üçün əlindən gələni eləyir. Amma bu həqiqətən də böyük bir ədalətsizlikdir ki, bütün bu siyasətlər o zaman olur ki,
Azərbaycanla bağlı heç bir vəd yerinə yetirilmir. Və burada qeyd edilir çox gözəl şəkildə ki, həmin این اقدامات رژیم فارس ایران در لبنان در حالی صورت میگیرد که آذربایجان جنوبی با وجود داشتن بزرگترین معادن طلا و مس دنیا در فقر و بیکاری به سر میبرد. وضعیت راههای آذربایجان جنوبی در بدترین شرایط ممکن قرار دارد. نبود زیرساختهای بهداشتی، درمانی، آموزشی، نبود فضاهای تفریحی و ورزشی، فقدان کار، بیدادی مواد مخدر در بین جوانان در آذربایجان جنوبی ناشی از سیاست فاشیستی ترک ستیز و ضد آذربایجانی رژیم فارس ایران است که از زمان حکومت پهلوی آغاز و با روی کار آمدن جمهوری اسلامی بر şiddet آن افزوده شده است. Ben bunu olduğu kimi Farsça okudum ki o insanlarımız görsünler. Bu kısa bir neçə cümlenin içinde büyük bir hakikat var. Hakikat budur ki Azerbaycan'ın bütün potansiyaline, imkanlarına bakmayarak, onun mədənlərinə, onun gənclərinə, onun təbiətinə baxmayaraq bizi elə bir duruma salıblar ki, hər tərəfdən yoxsul bir vəziyyətdir. Bu tərəfdən bizim sərvətimiz hesabına gedirlər Lobnanda abadlıq işləri aparırlar, müxtəlif siyasətlər, müxtəlif projelər həyata keçirirlər və güya da bunu o adı altında eləyirlər ki, bunlar məhrumları, yoxsulları dəstəkləyir, məzlumların yanındadılar və onların haqlarını qoruyurlar. Amma bu tərəfdən Güney Azərbaycan və orada yaşayan 30 milyondan çox Azərbaycan türkünün milli, siyasi, insani, iqtisadi haqları təb'iz-i nicadi dediğimiz Fars faşizminin apardığı o təb'iz-i nicadi siyasəti əsasında tapdalanır və heç bir haqqı qorunmur. Və o tərəfdən də Həsən Rohani gəlir deyir ki, be vədəhayəm əməl kərdəm. Bu çox maraqlıdır ki, utanmadan Həsən Rohani gəlir bu sözü deyir. Bir qısa videomuz olacaq. Ümid edirəm ki, o video hazırdır. Sayın Rauf bəydən xahiş edəcəm. Bu son bir neçə gündə, keçən həftələrdə bir yağış yağdı. Güney Azərbaycanda külək oldu, yağış yağdı, tufan filan vəsməkan və bu qısa müddət ərzində böyük xəsarətlər baş verdi. O xəsarətlərdən biz qısa bir video var, ona baxacağıq və bu haqda sizlərlə danışacağıq ki, nədən o Güney Azərbaycanın ümumilikdə altyapısı, yəni o şəhər salmanın və digər o imkanların altyapısı o qədər zəif olmalıdır ki, bir təbii hadisədən bu qədər fəsadlar, bu qədər ziyanlar törədilsin və hətta insanlar həyatını itirsin. Ki, bildiyimiz kimi Güney Azərbaycandan olan, Təbrizdən olan 3 kişi də bu hadisələrdə, bu yağışdan və yaxud o seldən dolayı həyatını itirdilər və hər halda heç bir sorumluluq da bu rejim daşımadı. Bu videoya baxaq və sonra da yenə də birlikdə söhbətimizə davam edəcəyik. Buyurun. Bəli. O kısa videoda gördünüz ki o yağıştan dolayı necə ağır bir durum yaranıb və insanlar nə qədər əziyyət çəkirlər. Həsən Rohaninin o verdiyi müsahibədə belə bir ifadə işlədi, belə bir söz deyib ki,
güya o verdiği bütün vədlərə əməl edibdir. Deyir ki, رئیس جمهور با بیان اینکه امید و تدبیر ما را نمیتوانند تحریم کنند گفت به vədə هایم əməl کردم. Güya deyir vədlərimə əməl eləmişəm. Və bunu harda deyir? Bunu o yerdə deyir ki, Ruhani در آیین افتتاح فاز 12 پارس جنوبی o gaz projesində onun 12-ci fazası bölməsinin icra olunması projesində iftita və yaxud açılışı dönəmində belə bir iddia ilə çıxış edib ki, mən bütün vədlərimə əməl eləmişəm. Danışdığı da, verdiyi vədlər də Azərbaycanla ilgili olan vədlərin hamısını da biz dəfələrlə, siz dəyərli millətimizlə danışmışıq ki, verdiyi bugünə kimi heç bir vəd gerçəkləşməyibdir. Amma bunun bu iddiası bu şəkildədir və bu formada ortaya qoyur. Biz indi deyəcəyik bu hansı siyasətlər əsasında bu şəkildə davranır. Amma baxın, Tufan Təbriz 3 کشته بر جای گذاشت. Təbrizdə baş verən o tufan 3 nəfərin həyatının itirilməsinə səbəb oldu. حبیب حسین قلیزاده در گفتگو با خبرنگار خبرگزاری دانشجویان ایران منطقه آذربایجان شرقی گفت عصر روز شنبه باد شدید اتاقک نگهبانی دانشکده دامپزشکی تبریز را از جا کند که بر اثر آن نگهبان داخل اتاقک در پی şiddət cerahat can باخت. Bu elə həyatını itirib. O kiçik bir kiosk deyilən hər halda bir o nigahban və yaxud o qorucu durduğu yerdə külək gəlibdi, onu aşırıb və o insan aldığı xəsarətdən dolayı həyatını itiribdi. Bunların gördükləri o iş. Başqa tərəfdən deyir ki, همچنین وزش باد و بارش تگر در روستای چوان در اطراف تبریز نیز به 2 منزل مسکونی خسارت زد. این 2 نفر که یک پسر بچه 12 ساله و یک مرد 27 ساله بودند به بیمارستان‌های شهدا و امام رضای تبریز منتقل شدند ولی این 2 نفر در بیمارستان جان خود را از دست دادند. Bu da bunların 2 nəfər ki, o kətdən olan insanın, 12 və 27 yaşında insanın aldıqları yaradan dolayı və yaxud xəsarətdən dolayı güya xəstəxanaya aparıblar, bimaristana aparıb çatdırıblar, amma orada həyatını itirib. Bu da onu göstərir ki, buna urjans gec gəlib. Bu onu göstərir ki, o bimaristanda aparılan o Şuhada ve İmam Rıza bimaristانında heç bir rifahi imkanlar olmayıbdı ki, bu insanların həyatını qutarsın. Amma bu rejim gəlir deyir ki, سفیر ایران در لبنان گفت به سرعت برای بازسازی مدارس، بیمارستان‌ها، راه‌ها و پل‌ها شبکه‌های انتقال برق و دیگر تأسیسات زیربنایی در لبنان اقدام کرده است. İqdam eləyiblər. Lobnanda bir çox projeləri həyata keçirilməsində, o cümlədən xəstəxanaların və yaxud bimaristانların tikilməsində. Amma Güney Azərbaycanın şəhərlərində, bölgələrində bir dənə belə olsun normal şəkildə imkan, şərait yoxdur ki, orada olan o insan, o xəsarət alan insan, onun deyək ki, aldığı behdaşti və yaxud o bimaristani xədəmat, xidmətlər
onun şəraitinin yaxşılaşmasına yönelik olsun. Adamı evindən götürürlər, aparırlar güya bimaristana, ya yolda ölür, ya bimaristanda ölür. 21-ci əsrdə Təbriz kimi bir şəhərdə, Təbriz artıq bunlar iddia edirlər ki, şəhri əvvəlin hast. O da onun o durumu. Və gördünüz ki, o yağışdan dolayı nə qədər şəhər bərbad gündəydi. Yəni dağıldı şəhər, hər yer su aldı, götürdü, apardı. Baxın, deyir ki, بارش باران طی روزهای اخیر در نقاط مختلف استان زنجان شروع شده و بنا به اعلام هواشناسی استان این بارشات تا روز سه‌شنبه هفته جاری ادامه دارد تا هوای زنجان بعد از سالها در آغازین روزهای بهار تراوت خاصی را به هوای استان زنجان بدهد و موجب خوشحالی کشاورزان شود و امیدواری به بهبود نسبی وضعیت آب استان باشد. کمبود ذخایر آب در استان و همچنین کاهش سطح سفره‌های آب زیرزمینی این روزها استان Azərbaycan را در زمره استانهای در معرض چالش آبی قرار dade است. İndi bunu oxuyuruq, sonra gəlirik bu yağışa baxırıq, görürük ki, deyir, متاسفانه جاری شدن سیل باعث خراب شدن پل در روستای قرابلاق شد. مدیر کل مدیریت بحران استان زنجان گفت بارش باران و تگرگ و وقوع سیل علاوه بر باغات و مزارع به جاده‌های ارتباطی به ویژه در راه‌های روستایی استان زنجان خسارت‌های زیادی را وارد کرده است. سازه‌های پل زیرگذر مسیر ارتباطی روستای بولاماچı در نزدیک شهر زنجان تخریب و باعث بسته شدن این جاده شده است. و deyir ki, ab گرفتگی معابر عمومی şehri Zəncan. Deyir ki, Zəncanın və ümumiyyətlə o Zəngan ostanının suya ehtiyacı böyükdür. Yağışın bu bahar fəslində yağması çox yaxşıdır. İnsanlar sevinəcək. Bu sevinç o həddə gəlir çatır ki, insanlar fikirləşir, suyumuz olacaq. Həm əkin sahəsində, başqa məsələlərdə biz bu su qıtlığından və yaxud su azlığından əziyyət çəkməyəcəyik. Amma baxın, şəkillərdə də görürsünüz ki, nə qədər acınacaqlı bir durum. O sular heç bir yerə doğru düzgün şəkildə hidayət olunmur və yaxud o suların qorunub saxlanılması üçün heç bir şəkildə iş görülməyibdir. Su gəlir, şəhər olur bir göl və hər yeri su basır, aparır və insanlara ancaq xəsarət verir. Baxın, در این میان قصه آب گرفتگی معابر شهر زنجان هنگام بارندگی هنوز هم ادامه دارد و بارش چند دقیقه‌ای باران سطح خیابان‌ها و معابر زنجان را به دریاچه‌های بزرگ در وسط şehir tebdil می‌کنند. Deyir ki, kısa müddet ərzində yağış yağan zaman artıq Zənganın şəhər və o şəhərin o asfalt bölmələri, ümumiyyətlə şəhər daxili bütün küçələr bir dəryaça vəziyyətinə və yaxud göl vəziyyətinə dönüşür və su hər yerdən vurur, fontan eləyir, çıxır. Və deyir ki, vəziyyət namunasib asfalt xiyabanha və hətta piyade rohay səthi şəhər Zəncan از یک سو و جوهای آبی که به علت انسداد به وسیله زبالها و عدم رسیدگی شهرداری زنجان با چند دقیقه بارش باعث سرازیر شدن آب و زباله به سطح خیابانها می شود. شهردار زنجان با اذعان به آب گرفتگی معابر شهر زنجان طی چند روز اخیر گفت 15 نقطه شهر زنجان دچار آب گرفتگی شده است. Və bu anlamdadır ki, artıq o şəhərsalma sistemində bu Fars faşizmi dediyimiz rejim heç bir iş
Zənganla bağlı görməyibdir. Bu o anlamı verir. Və buradan biz görəndə ki, belə bir acınacaqlı durum Azərbaycan üçün yaradırlar və başqa tərəfdən biz görəndə ki, Livan, nə bilim Fələstin, nə bilim başqa o İranın əli altında olan o ərəb ölkələri ki, İran onları dəstəkləyir, onlara yardım gedir, onlara pul gedir, Suriyaya nə bilim nə gedir. Bir çox projelər orada icra olunur. Bu çelişkiyə baxanda görürük ki, burada Azərbaycana münasibətdə ayrı bir siyasət var. Bu siyasətin görülməsi çox önəmlidir ki, bu siyasətin mahiyyəti nədir? Həsən Rohaniyə gəlir deyir ki, mən öz vədimə əməl eləmişəm, o vədini farslar üçün əməl eləyibdir. Bizə gələndə heç bir şey əməl olunmayıbdır. Bunları müqayisə eləyəcəyik. Necə olur ki, bir yağışda Azərbaycanda 3 nəfər insan həyatını itirir, şəhər suyun altında qalır az qala, heç bir iş düzgün şəkildə görülmür, işıqlar kəsilir, insanlar acınacaqlı durumda, ac susuz qalırlar, içməli sudan məhrum olurlar. Amma Fars faşizmi bir tərəfdən Fars məntəqələrini abad edir, başqa tərəfdən o Livanı, Suriyanı, başqa nə bilim o ölkələri. Baxın. راهاندازی آزمایشی مترو اصفهان در 3 ماه نخست امسال. İsfahanın metrosunun artıq yola salınması. Baxın. Deyir ki, سخنگوی شورای شهر اصفهان deyir ki, افزایش 5% گردشگران خارجی در سطح کشور در سال 93 و deyir سهم قابل توجهی از این تعداد در اصفهان بوده. Yəni turizm və turizmin güclənməsi, turistlərin artması keçən il 5% artıbdır. Və burada deyir ki, bu artan 5%-da İsfahanın o deyək ki, səhmi çox böyükdür. Yəni İsfahana gedən turistlərin sayı çoxdur. Və deyir, به صورتی که سهم قابل توجهی از این تعداد در اصفهان بوده، به صورتی که درصد اشغال مراکز اقامتی هتل ها، مراکز اقامتی و هتل ها حدود 90% و رضایت بخش بوده و امر گردشگری از اولویت های شهر اصفهان است. deyir ki, o turizm və yaxud turizmin inkişafı İsfahan şəhəri üçün əsas məsələlərdəndir və biz sevinə bilərik ki, artıq orada o otellərin və digər turistləri qarşılayan yerlərin 90% artıq dolubdur və çox da biz bu işdən razıyıq və işlər də çox yaxşı gedir. O həmçinin əlavə edib ki, dərin rastda, yəni bu şəhərsalma işlərində, turistlərin cəlb olunması məsələsində dərin rastda شورای اسلامی شهر اصفهان مصمم به ایجاد فضای مناسب برای توسعه مراکز اقامتی، هتل‌ها و ایجاد امکانات مناسب برای بازدید گردشگران خارجی از اصفهان است. وی با اشاره به برگزاری جلسات شورای اسلامی شهر اصفهان در 2 ماهه آخر سال 93 افزود این جلسات به صورت فشرده، مستمر، کارشناسی و با دقت نظر بودجه پیشنهادی شهرداری اصفهان را حتی به صورت روزانه در جلسات کمیسیون‌های تخصصی و کمیسیون تلفیق مورد رسیدگی قرار داد و در زمان مقرر آن را به تصویب رساند که امیدوار هستیم اجرای آن سبب رشد و توسعه بیشتر şəhər İsfahan şəhər. Deyir ki, xarici turistlərin İsfahana gəlməsi üçün
biz çox ciddi şəkildə danışıqlar aparırıq, müzakirələr aparırıq, gündəlik iclaslarımız olur. Nə işlər görməliyik? O şəhərdə hansı islahatlar aparmalıyıq? Şəhəri necə gözəlləşdirməliyik? Onun zirsaqlarını necə düzəltməliyik ki, xarici turistlər gəlsinlər, əylənsinlər və bu işdən biz para qazanaq. Bu işə gərəkən bütün büdcə məsələsi öz həllini tapır və hətta lazım gəlirsə biz gündəlik bu məsələni qarşınası və təxəssüsü səviyyəsində həyata keçiririk. Eyni məsələləri Azərbaycanla bağlı gəlib baxanda, görəndə biz faciədən başqa bir şey görmürük. İndi gələcəyik, o məsələlərin üzərində danışacağıq. Baxın, xəsarət 19 milyard tümani tufan به بخش کشاورزی قزوین. Bu son tufanın və yaxud o yağışın vurduğu ziyan. 19 milyard tümən Qəzvində o əkin işi ilə məşğul olan əkinçilərə ziyan vurulubdur, keşaverzilərə. Niyazəli İbrahimi Rəis-i Sazman Cihad-ı Keşaverzi Ostan-ı Qəzvin deyib ki, Tufan-ı Qəzvin به زمین‌های کشاورزی و محصولات دامی در نقاطی چون بوینزهرا، تارم، الموت، آبیک و تاکستان خسارت جدی وارد کرد. این خسارت عمدتاً متوجه تخریب و از بین بردن مزارع گندم و دامداری هایی بوده است که در مناطق یاد شده قرار داشتند. طوفان اخیر 19 میلیارد تومان به بخش کشاورزی قزوین خسارت وارد کرد که در این بین شهرستان تاکستان با 6 میلیارد تومان بیشترین خسارت را متحمل شد. ابراهیمی در پایان افزود اقدامات تکمیلی در راستای برآورد این آسیب‌ها در جهاد کشاورزی استان در حال انجام است. Və güya ki, ekiplər ayrıblar və bu işlərin görülməsi üçün çalışırlar ki, bir işlər görsünlər və deyir ki, در مجموع 1061 خانه در این طوفان حادثه دیدند که از این میان 28 واحد به طور کامل نیاز به احداث دارند و باقی واحدها نیز 20 تا 80% با خسارت مواجه şudand. Bu da onu gösterir ki, deyir ki 1061 evə də ziyan dəyibdi. Bunun 28'ini demək olar ki, gərək tamamilə bərpa olunsun, yəni yenidən qurulsun da o 100% çökübdü, dağılıbdı. Qalanları isə 20-80% arasında, dərsət arasında dağılıbdı və onlar da bərpa olunmalıdır. Bu onu göstərir ki, bir dənə normal, belə baxanda, çox da ciddi olmayan bir tufan, bir yağış nəticəsində bu qədər xəsarət Azərbaycan bölgələrinə və dediyimiz əsas şəhərlərə vurulur. Yəni mən danışdığım Təbrizdir, Zəngandır, Qəzvindir. Hələ mən kiçik şəhərləri, kətləri, onların durumundan danışmıram. Bu Fars faşizminin iddia elədiyi ki, biz Azərbaycan üçün hər şey eləmişik, Təbriz cüzv şəhəri əvvəlin ha, budur Təbrizin günü. Ki bir dənə yağış gəlir, su hər yeri tutur, artıq insanlar o göl kimin sanki o şəhər gölə çevrilir, bu sular hara gedəcək bilinmir, bu sular necə saxlanılacaq bilinmir və insanlarımız da yayda susuzluqdan əziyyət çəkirlər, bu şəkildə də olanda həyatlarını itirirlər. İndi Həsən Ruhani durub deyəndə ki, mən öz vədimə əməl eləmişəm, demək ki, sadəcə onun vədi İsfahanda turizmin inkişafına, metronun açılışına, Farsların istifadəsi üçün qaz projelərinin, neft projelərinin icrasına yönəlik vədlərdir ki, Azərbaycan türkünün sərvətləri, misinin, qızılının hesabına, niru-i insanisinin hesabına, təbiətinin hesabına bu işlər Fars bölgələrində həyata keçirilir və başqa tərəfdən də
xarici ölkələrdə, o cümlədən Lübnanda və yaxud Livanda bir sıra o gördüyünüz projeləri həyata keçirirlər. Təsadüfi deyir ki, gəlib baxanda deyəndə ki, baxın, deyir ki, زوباهن اصفهان سال گذشته بالاترین میزان رشد تولید کشور را داشت. İsfahanın dəmir əritmə zavodu, fabriki keçən il ən çox istehsal eləyən müəssisə kimi qeydə alınıbdır. Bunu müdir-amil Zobahan İsfahan deyir. Səid Məhəmmədi دستیابی به تولید 2,700,000 تن فولاد خام که برای اولین بار در تاریخ ذوب‌آهن رقم خورد را یکی از مهمترین دستاوردهای این şirket در سال 93 عنوان کرد. İsfahan'ın der ki 2,700,000 ton polad ilk dəfə der tarixdə, yəni o bölgənin tarixində, yəni dəmir əritmə tarixində bu rəqəmə ulaşıblar. 1393-cü ildə Təbrizin daha doğrusu İsfahanın Zobahan zavodunda, fabrikində. İndi bunu Təbrizin durumu ilə müqayisə eləyəndə baxırsınız, görürsünüz ki, Təbrizdə bu kimin projelerin icra olunması ilə bağlı hər hansı bir söhbət gedə bilməz. Keçənlərdə 1393-cü ilin axırlarında xəbərniqarlar Azərbaycanlı, yəni Güney Azərbaycandan olan xəbərniqarlar toplaşıblar bir iclasda ki, Azərbaycana, Təbrizə, Zəngana, Urmiya, Qəzvinə, Ərdəbilə və onunla bağlı, ya o şəhərlərlə bağlı icra olunan projelərə bir baxış keçirsinlər və görsünlər ki, nələr olub, yəni hansı belə yaxşı, fövqəladə bir xəbər olubdur ki, sevindirici xəbər kimin il ərzində desinlər, filan xəbər il ərzində çox sevindirici olub. Baxıblar, görüblər, hamısı deyir ki, Azərbaycanla bağlı heç bir sevindirici xəbər demək olmaz. Kədərdən başqa heç nə yoxdur. Zülümdən başqa heç nə yoxdur. Hansı sahəyə baxırıq, biz görürük ki, ancaq təbiz var. Bu mənadadır ki, biz deyəndə haqlarımızı qorumaq üçün nə etməliyik? Deyirik ki, baxaq görək bu rejim ora-bura car salır ki, biz himayət əz bost əz əfin, cüz vəzaif nə bilim nə mast, bunların bu o fazəri dilində desək, yəni yoxsullardan və acınacaqlı durumda olan insanlardan, deyək ki, onların durumunun yaxşılaşdırılması üçün rejim hansı formada dəstəyini gündəmə gətirir ki, güya onları dəstəkləyir və deyir ki, biz acınacaqlı və yoxsul durumda olan insanların həmişə dəstəkçisiyik. Və bu bizim əsas prinsiplərimizdəndir, əsas vazkeçilməz prinsiplərimizdən. Amma gəlin, Azərbaycanla müqayisədə baxanda görürük ki, bu axı heç bir zaman baş verməyib. Baxın, Rəis-i Danışgah Ulum Pezeşki Ostan Zəncan از کمبود 1000 تخت بیمارستانی و کادر پرستار در استان زنجان خبر داد. Əlirza Beyikləri deyir ki, Zəncanın rəisi Danışgah Ulum Pezeşki Ostan Zəncan, Zəngan üzrə, yəni o tibbi hər halda danışgahın rəisi deyir ki, 1000 yataq ehtiyac var xəstəxana üçün, xəstə yatağı üçün və o tibb bacısı və yaxud pərəstara ehtiyac var, o kadra ehtiyac var və bunlar yoxdur. Bunun üçün də insanlar acınacaqlı durumdadılar.
deyir ki, متناسب با کمبود تخت بیمارستانی کمبود پرستار و نیرو وجود دارد که عامل فشار کاری بر همکاران علوم پزشکی استان زنجان است. Bu da bizim tibbi sahədə Azərbaycana, Zəngana olunan zülm. 1000 taxt və yaxud 1000 yataq, xəstə üçün olan yataq xəstəxanalarda azdır. Başqa tərəfdən tibb bacısı və yaxud pərəstar çatışmır. Ona görə də 5 dənə xəstə, 10 dənə xəstə gəlirsə bimaristana, onların harda yatızdıracaqları bəllidir. Onlara kim baxacaq bəllidir və yaxud çatmır. Kim iynə vuracaq, kim onun ayrı-ayrı işləri ilə, o xəstə ilə ilgilənəcək, maraqlanacaq bəllidir. Ona görə də biri yaralanıb o bimaristana gələndə cihazların az olması üçün, kadrın az olması üçün, yatağın az olması üçün, şəraitin olmaması üçün o insan baxımsız vəziyyətdə olur və həyatını itirir. Həyatını itirənə də deyir, Allah rəhmət eləsin də öldü da. Elə ömrü bura qədər imiş. Vallahi Allah elə hamını qoruyur. Ən çətin vəziyyətdə qoruyur. Ona görə də da görünür bu adamın əcəli gəlibdir. Bizim də başımızı belə xarab eləyiblər. Bizə də bu sözləri o qədər beynimizə yeridiblər ki, elə başınıza nə oyun gəlir, yapışın Allahın ətəyindən deyin, sən elədin, sən də vermişdin, sən də aldın. İnna lillah və inna ileyhi raciun. Hamı səndən gəlir, hamı da sənə qayıdacaq. Bu siyasətlə bizim bütün haqlarımızı məhv edirlər. İnsan olaraq bizim bütün insani haqlarımızı məhv edirlər. Normal şəkildə o uşaq, 12 yaşında uşaq, əgər onun evi sağlam bir ev olsaydı, bir dənə o yağışlar, o yağış ki yağır, onun normal şəkildə fazilabı olsaydı, o sular hidayət olunsaydı, evlərə xəsarət verməsiydi, ziyan verməsəydi, o zaman o uşağa da heç bir şey olmayacaqdı. O zaman o uşaq da ömrünü bitirib Allahın yanına getmək zorunda deyildi bu dəqiqə. Yəni hər şeyi, bütün qusurları, bütün bizə vurduqları zərbəni, bütün bizim əleyhimizə, Azərbaycan Türkünə əleyhinə apardıqları siyasəti bir dini don geydirirlər, bir nə bilim necadi don geydirirlər, bir nə bilim nə geydirirlər və deyirlər ki, səssiz çıxmasın, siz dinməyin. Amma İsfahanın turizmi üçün deyir ki, bütün imkanları, şəraiti hazırlamışıq, gündəlik iclas keçirilir ki, şəhərsalma sistemini, hotelləri və digər mərkəzləri elə eləyək ki, turistlər gələndə burada kef eləsinlər. Bunun üçün də bütün imkanları biz səfərbər eləmişik. Başqa tərəfdən deyir ki, زوباهن اصفهان دستیابی به تولید 2,700,000 تن فولاد خام که برای اولین بار در تاریخ زوباهن رقم خورد را یکی از مهمترین دستاوردهای این شرکت در سال 93 عنوان کرد. یعنی bunu مدیر عامل deyibdi. تولید روزانه 10,000 تن فولاد خام. 10,000 ton her gün o İsfahan'da istehsal olunan, tolid olunan xam polad. Ve bu da deyir ki, میزان فروش و صادرات شرکت زوباهن اصفهان در سال 93 را 56% بیشتر از سال 92 اعلام کرد. در سال گذشته رکود در ساخت و ساز مسکن، سیاست درست در دولت در اختصاص ندادن بودجه به طرح‌های عمرانی زیر 80%، پایان پروژه مسکن مهر و تمایل کشورهای همچون روسیه، اوکراین و چین به صادرات محصولات فولادی موجب رکود در فروش محصولات این شرکت شد. ولی همکنون علاوه بر زوباهن 48 کارخانه تولید میرگرد، 9 تعداد یا 9 کارخانه تولید تیراهن و 7 کارخانه تولید
sair məhsulat həmçün nəbşi, nabdani və qeyri der o deyək ki, onların nəzarətində olan zavodlar, fabriklər çalışır və bu da o deməkdir ki, İsfahanda yaşayan insanların rifahı, şəraiti, imkanları çox gözəldir. Amma Azərbaycana gələndə, Zəngana gələndə xəstəxanalarda xəstə yatağı tapılmır, pərəstar tapılmır. Ona görə də bir dənə yağış yağan kimi insanlar ölür. Bu mənada Həsən Ruhani durub deyəndə ki, biz şərait yaratmışıq, vədlərimizə əməl eləmişik, təvərrümü aşağı salmışıq, bunu eləmişik, onu eləmişik, bu o anlamda olur ki, istəyir bizi anlatsın. Biz də çalışırıq ki, bu kimi verilişlərdə siz dəyərli millətimizlə bunu paylaşaq ki, haqlarımızı qorumaq üçün nə etməliyik? Haqlarımızı bilmək üçün nə etməliyik? Yəni, biz icazə verməyək ki, bu rejim saxta təbliğatlarını aparsın qabağa. Başqa tərəfdən də ətrafımızda bu qədər faciə baş verir. Onu da ya təqdir ilahi deyək, yoxda da Allahın təqdiridir. Allah belə istədi. Deyən yoxdur, Allah bekardır, Allahın heç bir işi yoxdur. Bu boyda kainatı yaradan, hər şeyi yaradan Allah, hər şeyi, elə bütün bu qədər sistemi buraxıb işin gücünü gəlibdi, ilişibdi məsələn bir dənə Təbrizə ki, orada 2 dənə uşaq o yağışda ölsün. Yox. Allah mı eləyibdi Təbrizdə o vəziyyətin olması, yağış yağsın Zənganda, su, gölməcə olsun, şəhəri dəryaçə vəziyyətinə salsın. Yağışdır, normal şəkildə yağır. Biraz çox yağa bilər. Amma bunun indiki durumda, 21-ci əsrdə normal şəhərsazi deyilən qaydalar var. O qaydalara əsasən işlər qurulur. O yağışlar da heç də selə, suya, qırğına, qiyamata səbəb olmur. İnsanların həyatının itirilməsinə, əkin sahələrinin dağılmasına, o deyək ki, maldarlıqlarına, heyvandarlıqlarına ziyan dəymir, evlərinə ziyan dəymir və normal şəkildə o sulardan əksinə faydalanırlar. O olur Allahın neyməti. Allah bizlərə neymətdən başqa bir şey vermir ki. Amma bunlar işi elə gətiriblər ki, güya bütün bəlaları Allah göndərir. Baxın, görün. Yəni bizim o ideolojik, bizim dini inanclarımızı belə təhrif eləyiblər bu siyasətlərlə. Bu mənadadır ki, haqlarımızı qorumaq üçün nə etməliyik deyəndə, həm də biz baxaq görək ki, bunlar bizim o inanclarımıza nə formada zərbə vururlar. Və bu inanclara zərbə vurmaqla hansı siyasətləri həyata keçirirlər? Həyata keçirdikləri siyasət Lobnana müxtəlif projelər icra eləməkdir. Bimaristan, nə bilim nələr düzəltməlidir, körpülər, digər projelerin həyata keçirilməsinə yardım eləməkdir, onu həyata keçirtməkdir. Başqa tərəfdən Azərbaycana gələndə Azərbaycanın sərvətlərini oğurlayıb, aparıb Fars məntəqələrində sərmayə qozarı eləməkdir. Azərbaycanın yoxsul duruma, ağır vəziyyətə salmaq siyasətidir. Və təbii ki, belə bir durumda biz durub deyə bilmərik ki, hər şeyə sakit baxaq. Elə Həsən Ruhani əgər deyirsə, mən be vədəhay xudam əməl kərdəm, biz də deyək təkbir, afərin sənə, xeyr. Biz deyəcəyik ki, bu Fars faşizminin apardığı nicatpərəstlik əsasında siyasəti Azərbaycan türkünün məhvinə yönəlik bir siyasətdir. Və Azərbaycan türkü bu siyasəti bilməlidir. Bilməlidir ki, onun başına nə oyunlar gətirilir. Baxın, Fərmandar Ərdəbil Qov,
با وجود افزایش بارش ها برخی روستاهای این شهرستان با کمبود آب مواجهند. Ərdəbilin fərmandarı deyir ki, ona baxmayaraq ki, yağışlar artıb, amma bu ostanın kəndlərinin bir çoxu susuzluqdan əziyyət çəkir. Faciə bax buradadır. Ərdəbil kimi bir bölgə, onun gözəl təbiəti, yağışı, qarı, bütün imkanları, Allahın verdiği o neymətləri dura bu adam deyir ki, su çatmır. Bir çox kəndlər susuzluqdan əziyyət çəkir. Baxın, Cəvad Zəncani در همایش دهیاران شهرستان اردبیل تصریح کرد در شهرستان اردبیل 151 روستا وجود دارد که جمعیت ساکن در آن بر اساس سرشماری سال 90 شامل 80% جمعیت این شهرستان است. Yani 151 kent o şehrin, Erdebil şəhristanının 80%, 80% cəmiyyətini təşkil eləyir. 4 il bundan qabaq aparılmış o rəqəmlərə görə. Və deyir ki, طی سال گذشته بیشترین پروژه عمرانی آبرسانی به روستاها بوده و با این وجود به دلیل افت سفره‌های زیرزمینی آب حتی افزایش بارش ها نیز کمبود آبها را جبران نکرده است. فرماندار اردبیل با اذعان به اجرای 221 پروژه در روستاهای این شهرستان اضافه کرد. در حال حاضر اجرای عملیات 36 پروژه آبرسانی به 43 روستا در دستور کار قرار گرفته است. Gördünüz mü? 151 kent susuzluqdan əziyyət çəkir. Deyir ki, yağışların çox olmasına baxmayaraq, amma yeraltı suların azalması nəticəsində kəndlərə yönəlik suların çatdırılması, içməli suyun çatdırılması çətinliklərlə üzləşirik və hətta onlara ya o kəndlərə su vermək istəsək belə bu azlıq və yaxud o suyun çatışmamazlığı nəticəsində bu məsələlər öz həllini lazımı və yaxud istədiyimiz kimi tapmır. Və bunun yanı sıra bir çox projelər vardı ki, sadəcə deyir ki, der dəstur kar است. Yəni, hələ üstündə işləyirik. Amma gördünüz o İsfahanda nə dedi? Deyir, hər gün biz iclaslar keçiririk. Hər gün. Ki, hansı işləri görək ki, İsfahana daha çox turist gəlsin. Amma bunlar insanların içməli su ki, yəni insan su olmasa yaşamaz. İçməli suyunu deyir ki, filan qədər proje, 46 proje ya 43 proje üzrə çalışırıq və biz o proje əsasında bir işlər görəcəyik. Der dəsturi kar qərar darad. Yəni sadəcə qoymuşuq masanın üstündə, baxırıq hələ o projelərə. İnşallah nə vaxtsa olacaq siyasəti ilə Azərbaycana yanaşırlar. Və bu mənadadır ki, biz bu müqayisələri sizlərə çatdırırıq. Ki, görəsiniz, yəni o qədər də çətin deyil bu rejimin apardığı o təbizləri görmək. Bu rejimin iqtisadi, siyasi, milli təbizləri görmək çətin deyil. Ona görə də bunların o apardıqları fəaliyyətə, təbliğatlara allanmaq lazım deyil. Sadə bir baxışla bütün məsələləri çözmək olur. Baxın, deyir ki, گونه‌های گیاهی غرب آذربایجان در حال انقراض هستند. خشکسالی و بهره برداری بیش از حد، رویش گیاهان کوهی و دارویی را مختل و بسیاری از گونه‌های گیاهی را در آذربایجان غربی
در آستانه انقراض قرار داده است. Quruluq və həddindən artıq bərdaşt eləməyi və yaxud yığım aparmaq bəzi o tibbi cəhətdən faydalı olan o güllər, çiçəklər və yaxud giyahlar hər halda onların artıq getdikcə bir çoxlarının nəsli bitməkdədir. Artıq onlar aradan getməkdədir. Və bu harada baş verir? Qərbi Azərbaycanda. Yəni cənnət məkan olan bir yerdə, dağlıq ərazidə. Baxın. Azərbaycan Qərbi با بیش از 500 گونه گیاه خوراکی و دارویی در دهه‌های اخیر از غنی‌ترین مناطق رشد این گیاهان بوده است. اما خشکسالی و بهره برداری‌های بیش از حد برخی گونه‌های نادر را در معرض انقراض قرار داده است. İndi baxın. Deyir ki, آب و هوای کوهستانی و خاص آذربایجان غربی باعث شده است بیش از 1000 گونه نادر گیاهی در ارتفاعات و دامنه‌های کوه‌ها رشد پیدا کنند که این امر آذربایجان غربی را به موزه طبیعی و زنده گیاهان دارویی منطقه و coğrafyayı İran tebdil کرده است. İran adlanan o der coğrafyada Qərbi Azərbaycanın zəngin tibbi acıdan o güllərə, çiçəklərə malik bir otlara malik bir hər halda bir ərazi olaraq təbii bir muzey olaraq deyir tanıtdırmaq olar. Onun o iqliminə görə, şəraitinə görə, ab-havayı şəraitinə görə. Və mindən çox ya minə yaxın növ tibbi acıdan faydalı o otlar bitir orada. Güllər, çiçəklər bitir. Amma onlar aradan getməkdədir. Baxın görün hardan hara bizə zərbə vururlar. این گیاهان بیشترین پروتئین مورد نیاز بدن را فراهم کرده و جایگزین گوشت در فصل بهار در رژیم غذایی مردم استان می شود. Bu otlar daha çok insanın proteininin təmin olunması üçün istifadə olunan şeylərdir və ət əvəzi hər halda istifadə edə bilərlər o əhali və yaxud başqa deyək ki insanlar. و همچنین baxın پزشکان متخصص تأثیر مصرف این گیاهان در وعده‌های غذایی در هنگام بهار را تایید کرده و گفتند مصرف گیاهان کوهی و دارویی در این فصل باعث واکسینه شدن بدن از گرمازدگی در تابستان و سرماخوردگی در زمستان می شود. و deyir ki takunun haddaqal 460 gune giyahi daruyi adlarını çəkir ki bu deyək ki otlar Qərbi Azərbaycanın əsas o tibbi acıdan önemli olan otlarıdır ki müxtəlif o tibbi deyək ki dərmanların istifadəsində də bunlar bu otlardan istifadə olunur. Amma çox təəssüf ki artıq deyir ki bu quruluq nəticəsində və yaxud o iqlimin problemlə üzləşməsi nəticəsində getdikcə bu məsələ və yaxud bu tibbi acıdan önəmli olan otlar artıq tükənir və aradan getməkdədir. Bunun səbəbi sizcə nədir? Allah mı gəldi elədi bunu? Allahın işi gücü yoxdur. Gəldi elə Qərbi Azərbaycanda tibbi otların məhv olunması üçün bir iş görsün. Xeyr. Güney Azərbaycanın, Qərbi Azərbaycanın önemli gölü olan, onun ətraf mühitinə ciddi, müsbət təsiri olan Urmu gölünün qurudulması siyasəti nəticəsində bu faciəni biz yaşayırıq.
Yəni əgər Urmu gölünün qurudulması ilə bağlı, o sədlərin vurulması ilə bağlı siyasətlər aparılmasıydı ki, öz xeyirlərinə sədləri vursunlar, suları zəxirə eləsinlər, sonra onun içində ayrı-ayrı balıq becərsinlər və yaxud nə eləsinlər özlərinin istifadələri üçün və o suları başqa yerə yönəltsinlər, Urmu gölü qurusun və o mühitin, o ərazinin, o coğrafinin və yaxud Qərbi Azərbaycanın ümumilikdə iqlimi dəyişsin. Vəziyyət ab-havası dəyişsin. Və bunun nəticəsində də onun təbiətinə belə bir zərbə vurulsun. Və bu zərbə elə bir zərbədir ki, orada yaşayan əhalinin həyatına yönəlikdir. Çünki insanlar o otlardan həm xəstəliklərinin sağalması üçün, həm də ümumilikdə müxtəlif proteinlərin alınması və yaxud qidalanması üçün istifadə edirlər. Amma bundan məhrum oldular. Haqlarımızı qorumaq üçün nə etməliyik deyəndə, baxın, görün nə qədər önəmli məsələlər vardır ki, biz bunları görməzdən gələ bilmərik sadəcə olaraq. Və rejim də çalışır ki, biz elə bunları görməyək. Biz bunları duymayaq, eşitməyək, eşitsək də çox da önəmli saymayaq. Elə hər şeyi deyək ki, dayınağayrağı Allah belə istədi, belə də oldu. Hər şeyi ayrı bir məsələyə bağlayaq. Amma bu rejimin apardığı o cinayətkar siyasətin nədən ibarət olmasını biz bilməyək. Buna görə də biz verilişlərimizdə vurğulayaraq, altını çizərək bu düşüncəni, bu fikri ortaya qoyuruq ki, biz deyəndə ki, haqlarımızı qorumaq üçün nə etməliyik? Bu anlamdadır ki, ətrafımızda bizim millətimizin, özümüzün, şəhərimizin, məhəlləmizin taleyi ilə bağlı baş verən hər hansı bir hadisiyə biganə baxmayaq. Oldu, bitdi, adam da öldü də, şəhəri su bastı da, filan yer dağıldı da, zəlzələdə qırıldı da, oldu da. Bu şəkildə yox. Biz bunun səbəbini araşdıraq. Niyə olmalıdır bu? Niyə bir yağış yağanda hər yeri su basıb aparmalıdır, sel götürüb getməlidir, insanlar ondan əziyyət çəkməlidir. Bu sualı qoymalıyıq. Bu rejimin və onun məmurlarının qabağına ki, nədən Azərbaycana qarşı bu şəkildə davranırsınız? Və ona görə də mən bu nümunələri gətirməklə çalışdım ki, siz dəyərli izləyicilərimizə bunu çatdıram ki, görəsiniz, yəni müxtəlif nümunələri ortaya qoymaqla bu rejimin Azərbaycan türklərinə yönəlik siyasəti apaçıq ortadadır və biz bunu görə bilərik. Bunu gördükdə artıq haqlarımızın tapdanılması ilə bağlı aparılan siyasətin mahiyyətini anlayacağıq, biləcəyik nədir. Belə olan təqdirdə biləcəyik, əgər rejim gedir Lobnana və orada bütün imkanları səfərbər eləyir ki, müxtəlif projelər həyata keçirsin, bu tərəfdə Təbriz, Zəngan, Ərdəbil, Urmu ağır durumdadır. Demək ki, burada bir ədalətsiz siyasət qabağa aparılır Azərbaycan türklərinə qarşı. Biz əgər görəndə ki, İsfahan, Şiraz, Fars bölgələri müxtəlif projelər həyata keçirirlər, abadlaşdırırlar, amma Azərbaycana gələndə yoxsul durumdadır, o zaman bilməliyik ki, hansı siyasətlər gedir. Və bunun qarşısını almaq üçün bir millət olaraq səfərbər olmağı düşünməliyik. Əks təqdirdə bu rejim bu siyasətini davam edəcək. Bu mənada qeyd etdiyimiz məsələlərin önəmini biz vurğulayırıq ki, buna necə yanaşaq? Keçənlərdə bir xəbər oxuyurdum. Təbii ki, bundan sonra
biz telefonlarımızı da açacağıq. Siz dəyərli millətimizdən də eşidəcəyik bu haqda. O xəbərdə yazıb ki, ağaz əməliyyat asfalt rizi məabir şəhəri Germi. Germidə, Germi şəhərinin istəyirlər o şəhərində asfalt tökələr, asfalt eləyərlər şəhəri. Baxırsan vəziyyətə, deyirsən ki, hər halda yaxşı işdir də, məsələn, istəyirlər şəhəri asfaltlasınlar. Amma işin keyfiyyətinə baxanda bir başqa məsələlər də ortaya çıxır. Baxın, şəhərdar Germi az ağaz əməliyyat asfalt rizi be məabir əsli şəhəri Germi xəbərdar. Rəsul Həsənzadə gov, əməliyyat asfalt rizi ba hər halda və be surət kulli az xiyaban şəhid Fəhmidi şəhər Germi ağaz şud و در صورت مساعد بودن هوا با جدیت ادامه خواهد داشت. و با بیان اینکه آسفالت ریزی به خیابان‌هایی که وضعیت مناسبی ندارند در اولویت است گفت با وجود بیش از 1000 تن قیر در کارخانه آسفالت بیشتر معابر اصلی شهر آسفالت ریزی خواهد شد. انتظار می‌رود سایر دستگاه‌ها نسبت به حفاری‌های لازم قبل از آسفالت ریزی اقدام کنند. İndi gördünüz. Deyir ki, o şəhərə biz asfalt tökmək istəyirik, Germini. Və deyir ki, qırımız da var, çalışacaqdır, filan şəraitə, havanın şəraitini də nəzərə alaq, orada asfalt tökək. Baxırsınız o şəhərin durumuna, o yolların durumuna, istənilən o, deyək ki, işlənilən o texnikiya, o əlində lapatka və yaxud o maşınlara ki, bunların o keyfiyyətsiz formada tökdükləri o asfaltın günü nə olacaq? Və bu adam nə deyir? Deyir ki, biz deyir asfaltı tökürük, amma bu deyək ki, lülə çəkmək istəyən, kabel çəkmək istəyən, nə bilim telefon hər halda kablı çəkmək istəyən, sim çəkmək istəyən, bu asfaltın altından, yerin altından nəsə çəkmək istəyənlər nə çəkəcəklərsə gəlsinlər, çəksinlər. Sonra da biz asfalt eləyəndən sonra gəlib qazmasınlar. Ha? Görün nə qədər plansız, nə qədər mənasız, nə qədər bu insanda deyək ki, məsələn, Rəsul Həsənzadə şəhərdardır da bu. Bu nə qədər şuursuz birisidir ki, başa düşmür. Əgər sən bir şəhəri asfalt eləyəcəksən, şəhərin yollarını, əgər o yolların yeraltı sistemində hər halda o yerlərin qazılması lazımdırsa, su çəkilməlidirsə, nə çəkilməlidirsə, onlar olmayıbsa, sən niyə bu asfaltı gətirib tökürsən? Bir. Əgər asfaltı tökməyə artıq qərar vermisənsə, demək ki, o işlər həll olunubdur. O zaman sənin haqqın yoxdur deyəsən ki, o birisi dəstgahı icraidə nə işləri var gəlsinlər görsünlər. Yer asfalt, biz buranı asfalt eləyirik ya, amandır. Sabah bura lapatka ilə ya bellə ya nə bilim nə ilə gəlib deşib ya yarıb altından su lüləsi keçirtməyib. Qaz lüləsi keçirtməyib. Görün nə qədər mənasız bu adam danışır. Və iddia edir ki, biz Germinin abadlaşması üçün iş görürük. İndi bilirsiniz ki, o Germi şəhəri dağlıq bir yerdir. Havası soyuq olur, qışı sərd olur. Soyuq olur, şaxta olur. Onun o tökdüyü o asfaltda baxırsan, görürsən ki, bir dənə yağış yağsa, bir dənə qar yağsa, bir şaxta olsa, o asfalt parçalanacaq, partlayacaq və ondan bir əsər əlamət qalmayacaq. Yağış suları da onu yiyəcək, ancaq çolalar əmələ gələcək. Bu da bunu gördüyü iş. Neçə ildən sonra. Baxın, yəni o Germi əhalisi bu məsələlərə bir yana qalmamalıdırlar ki, bu adam gəldi də asfaltı da tökür, Allah köməyi olsun. Allah köməyi olsun deyəndə siz bilməlisiniz ki, həqiqətən o gördüyü iş keyfiyyətlidir. Sizin rifahınıza xidmət edir, ya sabahları sizə problem yaradacaq.
bu asfalt eləyəcək, o birisi gəlib eşəcək, deşəcək, su lüləsi keçirəcək. Bu birisi sabah gələcək, qaz lüləsi keçirəcək. Ora olacaq bərbad bir vəziyyət və burada əziyyət çəkən də o Germi şəhərində yaşayan əhali olacaq. Baxın, deyir ki, məhəlli məhrum der şərq şəhri Germi. Germinin bir məhəlləsi var. İbişabad adında bir məhəllə ki, adını da dəyişiblər, eləyiblər Şəhriyar. Bu ad dəyişməkdə də bunların işini bilirik də. Dərhal ad dəyişirlər. Amma o kəndin ya o məhəllənin ki, artıq şəhərə yaxın olubdur, məhəllə kimi istifadə olunur və yaxud adı gedir, durumu görünmədi. شهر گرمی علیرغم پیشینه قابل توجه آن چندان که باید و شاید توسعه نیافته و چهره فقیر و محروم آن نشان از بیمهری های طولانی دارد. Görürsünüz. Deyir ki Germi ona baxmayaraq ki qədim tarixə malikdir, amma baxımsız vəziyyətdə saxlandığı üçün onun durumu acınacaqlıdır. Yoxsul vəziyyətdə acınacaqlı bir vəziyyətdədir. Çehre-i fəqir, onun siması belə yoxsuldur. O təsəvvürünüzə gətirin. Germi ki, dağlıq, gözəl bir əraziyə sahibdir, təbiətə sahibdir. Bu təbiət üçün, yəni ancaq Allah yarada bilər belə bir təbiəti. Allah da bunu yaradıb, baxın görün bu təbiətin başına nə oynatırlar və Azərbaycan türkünün insanlarına necə zülm edirlər. Deyir ki, çehre-i şər, çehre-i fəqir. Yoxsul deyir bir siması var bu şəhərin. Ona baxmayaraq ki, qədim tarixə malikdir. Niyə belədir? Çünki deyir, neşan az bimehrihay tulani. Uzun müddətdir ki, buna mehr, məhəbbət olmayıb, yaxşı baxılmayıbdır bu şəhərə. Bu şəhəri şəhər yerinə qoymayıblar. Baxın, کوهستانی بودن گرمی به رغم اینکه میتواند یک مزیت مهم برای توسعه گردشگری آن باشد، در مقابل بهانه bakın. کار را سخت تر کرده است. یکی از محلاتی که اهالی آن از وضعیت معابر آن گله‌مند هستند محله شهریار است یا دیدیم و ایبیشاباد. این محله با جمعیت بیش از 5000 نفری واقع در قسمت شرقی شهر گرمی با ساختاری کوهستانی است که این محله که در گذشته روستایی در اطراف هسته اصلی شهر بوده با گسترش شهر تبدیل به محلی در شهر شده است. و bakın این محله علیرغم داشتن جمعیت بالا و ظرفیت بالقوه گردشگری جهت ایجاد پارک‌های جنگلی حاشیه رودخانه همچنان با مشکلات ابتدایی همچون آسفالت معابر و کوچه‌ها مواجه است. Baxın, çox maraqlıdır. Bu məhəllə deyir ki 5000-dən çox əhalisi var və çox rahat şəkildə orada turistlər üçün imkanlar yaratmaq olar. Onun cəngəli parkları ola bilər, meşəlikdən ibarət parklar salına bilər və yaxud ola bilər. Onun o su kənarı və yaxud deyək ki çay kənarı imkanları var ki turistlər cəlb olunsun, amma ən ibtidai belə durumlardan əziyyət çəkir. Ən ibtidai ki hətta asfaltı belə yoxdur. این شهروند اهل گرمی مقام با بیان اینکه شهریار محروم ترین محله گرمی است تصریح کرد. به راحتی میتواند چهره فقیر محله محرومیت را لمس کرد و از این رو برنامه ریزی دولت مردان برای احیای
این منطقه ضروری است. قرار گرفتن این محله در مسیر اصلی بخش موران باعث رفت آمد بالای مسافران و اهالی در کنار رودی که از کنار این محله می‌گذرد همگی از مزیت‌های مثبت این محله است که با کوتاهی مسئولان در ادوار گذشته بیشتر معابر فرعی این محله آسفالت نشده است. Yani bunu der ki bu şehre ve yahut bu mahalleye bakılmır, acınacaklı bir durumdadır. Ona bakmayarak ki onun turizme yönelik imkanları var ki o imkanlardan faydalanmak olar ama bundan faydalanmadıkları için bu meselenin həll olunması üçün heç bir işin görülməməsinə görə bu acınacaqlı durumdadır. Və bu da o anlamdadır ki, Azərbaycana yönelik siyasətdə bu rejimin siyasəti budur. Bu mənada biz bu kimi məsələləri gündəmə gətiririk. Biz çalışacağıq zamanımızın imkan verdiği halda siz değerli milletimizden de eşidək. Ona göre de ben Sayın Rauf Bey'den xahiş eləyəcəyim ki, telefonlarımızı da açsın ve siz değerli milletimizin de fikir ve düşüncelerini eşidək ve sözsüz ki, həmişə olduğu kimi biz demişik. Sizlerin fikirleri çok önemlidir. Bizlerle paylaşarsınız, milletimizle paylaşaq ve həqiqətən də ətrafımızda baş verən hadisələrdən məlumatlanaq. Və bu məlumatlar əsasında Azərbaycanla bağlı məlumatlar əsasında bir millət olaraq düşünək və hansı məsələlərin həll olunması ilə bağlı ortaq bir məxrəcə gələk, ortaq bir fikrə gələk. Görək ki, Azərbaycana yönelik bu qədər bəlalar təbiidir, qeyri-təbiidir, kimdir burada səbəbkar və bizim üzərimizə düşən vəzifə nədir? Biz millət olaraq nə eləməliyik? Ya susacağıq, ya dinməyəcəyik, ya başımızı salacağıq aşağı, ya deyəcəyik günah filan kəsdədir, ya deyəcəyik günah bəhmən kəsdədir, ya günahı, nə bilim, təbiətdə görəcəyik, ya günahı Allah'ta görəcəyik, ya günahı Amerika'da görəcəyik, ya Avrupa'da görəcəyik, ya İsrail'də görəcəyik. Yəni hansını eləyəcəyik? Ya da deyəcəyik, yox. Bu rejim, Fars faşizmi bir siyaset aparır Azərbaycana qarşı. Bir necaatpərəstli siyaset var və bu necaatpərəstli siyaset əsasında Azərbaycanın məhvinə yönelik bir siyasettir. Bu mənadadır ki, biz bunların ifşa olunması üçün, bunların tanıtdırılması üçün, bu siyasətlərin hansı istiqamətdə olması açısından müxtəlif verilişləri, müxtəlif söhbətləri siz değerli milletimizlə gündəmə gətiririk və sizlərdən də eşitmək istəyirik ki, sizlərin düşüncələri önemlidir. Önemlidir ona göre ki bu Fars faşizmi görsün ki Azerbaycan Türk'üne yönelik anti-Azerbaycan siyaseti, anti-Türk yani Türk aleyhine, Azerbaycan aleyhine olan siyasetler elə belə kulaq ardına vurulmayacaq. Artık bu siyasetin mahiyyəti, onun içeriliği öğreniləcək. Bu rejimin bütün o çirkin niyyəti başa düşüləcək. Və mən əminəm ki, Azərbaycan Türkiye o zaman bildi ki, buna yönelik, yani Azərbaycana yönelik siyasetlər məqsədlidir. O zaman Azərbaycan Türkiye öz haqqını almaq üçün kəsin olaraq ayağa qalxacaq və bunu tarixdə sübut eləyibdir. Biz her zaman demişik, Fars faşizmi düşünməsin ki, bizim milli faallarımızı həbs eləməklə, incitməklə hər şeyi istədiyi kimin saxlayacaq. Bütün vəziyyəti olduğu kimin qoruyub saxlayacaq.
və heç bir şey dəyişməyəcək. Onlar bilməlidirlər. Zaman və bu zaman içində aparılan fəaliyyətlər millətimizin və milli dəyərli fəallarımızın fəaliyyətləri öz nəticəsini verəcək. Və bu nəticə əsasında Azərbaycan Türkü öz taleyi ilə bağlı qərarını verəcək. İcazə verməyəcək ki, bunun sərvətləri başqalarının daha yaxşı yaşaması üçün istifadə olunsun və Azərbaycan Türkünün balaları ac, yoxsul və acınacaqlı durumda qalsınlar. Bu mənadadır ki, mən həmişə verilişlərin aparılmasında siz dəyərli millətimizin fikir və düşüncələrinin nə qədər önəmli olması və bu rejimə yönəlik nə qədər əhəmiyyəti olub o mesajların verilməsi açısından vurğu olaraq vurğulamışam ki, siz dəyərli millətimizin də fikir və düşüncələrini eşidək və paylaşaq. Təbii ki, mənə telefon gəldikcə mən o telefonları çalışacağım alım. Hər halda buradan baxıram ki, Sayın Rauf bəy yardımcı olacaq və bu işdə çalışacağım ki, hər halda gəldikcə telefonlar sizlərlə o telefonu paylaşaq. Bayaqları o qeyd etdiyim Həsən Ruhaninin vədi ilə bağlı. Həsən Ruhaninin verdiyi vəd Azərbaycana yönəlik vədi bugünə kimi gerçəkləşməyən bir vəddir. Biz deyəndə ki, bu vəd hələ gerçəkləşməyibdir və Həsən Ruhaninin 2 ildən çox da apardığı siyasət nəinki Azərbaycanlıların, Azərbaycan Türkünün vəziyyətinin yaxşılaşdırılmasına yox, daha da pisləşməsinə yönəlikdir. Ona müxtəlif sənədli faktlar, sənədlər ortaya qoyuruq. Və bu rejim çox rahat şəkildə bilir ki, onun apardığı siyasət Azərbaycanda, Güney Azərbaycanda, Azərbaycanın rifahına yönəlik bir siyasət deyil. Bunu çox rahat bilir, çox yaxşı bilir. Bu mənadadır ki, əgər bu məsullar düşünürlər ki, biz elə istədiyimiz zaman vəd verəcəyik, seçki qabağı, intixabat dövründə gedəcək, deyəcək ki, bax, belə abad eləyəcəyik, belə yaxşı olacaq, hər şey gözəl olacaq, Urmu gölünün doldurulması üçün əlimizdən gələni eləyəcəyik, artıq dolduracağıq. Əgər deyir ki, sizin dilinizi azad eləyəcəyik, siz öz dilinizdə danışma haqqına sahib olacaqsınız. Əgər deyirsə ki, sizin iqtisadi vəziyyətinizi düzəldəcəyik, yollarınızı bərpa eləyəcəyik, düzəldəcəyik və digər məsələlər həll olunacaq. Bilin ki, bu məsələlər sadəcə vəddən ibarətdir, şüardan ibarətdir. Çünki Həsən Ruhaninin verdiyi vəd ancaq Fars bölgələrinin rifahına yönəlik vədlərdir ki, gerçəkləşir. Çox təəssüf. Bunun görülməsi çox önəmlidir. Ki, biz görək ki, bu nə siyasətidir axı? Baxın, Rahendazi faz 12 deyir ki, دکتر حسن روحانی در آیین افتتاح فاز 12 پارس جنوبی با بیان اینکه امروز دولت 11 در پیشگاه مردم شرمنده نیست و بسیاری از وعده های خود عمل کرده است اظهار داشت. راه اندازی فاز 12 در شرایط تحریم امری بسیار ارزشمند و مهم است و امیدواریم در تکمیل سایر فازها نیز
به اهداف خود برسیم. رئیس جمهور با اشاره به اینکه پارسال اعلام کرده بودیم میزان تورم را از 34% در اسفند 92 تا اسفند سال جاری به 25% رسانیم، این کار را کرده ایم و یک دولت در تحریم نمیتواند 10% واحد تورم را کاهش دهد. Güya der ki biz tahrimdeyik, tahrime bakmayarak biz 34%dan getirip 25%a indirmişik ve bu çok büyük bir işti ki biz görmüşük. Bunu da neyle mukayesede değil? Güya təvərrümun aşağı endirilməsiyle mukayesede değil. Güya hansısa müsbət bir işin görülməsiyle. Ancaq baxırsınız keçənlərdə çörək bahalaşdı. İnsanların bütün o gündəlik həyatında, məişətində lazım olan ərzaq bahalaşdı və İran pulunun ərzişi aşağı düştü ve insanlardaki ağır durumda sabahın necə olacağını bilməyəcək qədər çətin durumdadılar. Keçənlərdə insanlarla bəzi göndərilən məlumatlarla tanış olanda həqiqətən də baxırsan görürsən nə qədər acınacaqlı bir vəziyyət var. Sarabdan baxıram, telefonumuz var. Sarabdan eşidirəm, buyurun. Selam. Selam. Hoş gördük, buyurun. Bey. Hoş gördük. Sağ olasın bu bərnamızdan. Çok teşekkür. Bizim Azərbaycanlıların bir eybimiz var. Ben. Sadıq Bey. Odur ki tez bir şeye inanırıq və allanırıq. Ben. Bu böyüklərin eybdir. Bax, indi bundan bu yana bu 36 ildə mallalar gəlib iş üstə, o yuxarısından tutmuş da aşağıdan bir dənə malla düz danışıbdır. Mallıya inanan deyə bilirəm ki, çox belə o qaranlıq yoldadır. Mallanın sözünə inanmayın, baxmayın. Yaxşı mallalarımız da vardı. Hüccət-ül İslam Əzimi qədimi kimin, ona mən salam deyirəm. Vardı belə mallalar, azdır. Umumda mallanın sözünə inanan əslən da o da nədir iştivah eləyir, nədir işə qol qoyur, bilmirəm. Bizim gərək mallıya inanmayaq, mallanın verdiyi vədələrinə inanmayaq. Bax, utanmaz ruhani gəlir danışır. Bilmirəm. Bax, yalanın da əndazəsi var. Umumən elə hamı yalan danışır. Hala biri zindəqanlığında yalan danışır, biri işində. Yalan vardır. İmkanı yoxdur bir dənə İranda yaşayan adamların yalan olmuyor. Muntaq, yalan var yalan axı. Gör o ikəliyə reis cumhur o səqqəli ilə, o möhrü ilə bu cür yalan danışır və qəşəng yalanı da hamıya deyir. Utanmır ha. Demir mən o vədəni verdim Urumiyyədə, mədəni verdim o millət Urumiyyənin vədə verdim. Əslən elə bil belə bir şey yoxmuş. Mənim xahişim budur ki, biz Azərbaycanlılar gərək mallıya inanmayaq. Mallanın rejimlərinə inanmayaq. Olanlar, iş başında olanlar, onlar malladılar. Mallanın dəsturu inandılar. Onlardan bizim intizarımız olmayaq. Gərək birləşək, sözümüz bir olaq, manqud olmayaq, paslara tayiş haqqımız alaq. Həzrət Əli buyurub, haqq almalıdır, nə verməli? Sağ olasan. Çox təşəkkür edirəm, çox minnətdaram, çox maraqlı söhbətinizə görə. Hər halda görürsünüz ki, burada o indi bu günlərin molla paltarında və yaxud 36 ildir molla paltarında Azərbaycana qarşı bir siyasət aparılır.
Ondan öncə də 50 il Rizaxan və onun oğlu hər halda silsile-i şahənşahi dedilər, Aryamehr dedilər, onun əsasında Azərbaycan türkünə qarşı siyasət apardılar. Azərbaycan türkünün minillik tarixi heçə gəldi. Sanki belə bir tarix yaşanmayıbdı. Bir dənə Kuroşi ələm elədilər. Nə bilim, kətibə düzəltdilər, nə düzəltdilər, yalandan tarix düzəltdilər, cürbəcür şeylər uydurdular və hələ də o yalanın üstündə Xun-i Ariyayı deyib siyasət aparırlar. Mollası da, qeyri-mollası da. Keçənlərdə bir xəbər oxuyurdum. Yazıb ki, çe vaxt Xun-i Ariyayı be cuş xahəd amad. Hələ bunlar indi Ariyayının, güya ki, Ariya irqinin qanı nə vaxt cuşa gələcək. Hələ bunlar qan coşdururlar özləri üçün. Bunlar 21-ci əsrdə bunu da elə bir ruznamə yazır ki, özü Hizbullahi ruznamədir. Yəni, nicatpərəsti bunların o qanının içindədir. Dinləri nə olursa olsun, molla paltarı olursa olsun, başqa paltarda olursa olsun, yəni sözümün canı odur ki, bunlar ümumilikdə Azərbaycan türkünə qarşı bir siyasət aparırlar. Və bu siyasət ona yönəlikdir ki, Azərbaycanın nəyi var bizimdir, sonra da başı da qapazda olmalıdır. Dinsə vurun başından, qoymayın. Biri durub haqqını istəsə salın zindana, qoymayın. Və biz də indi ondan danışırıq ki, necə olur? Biz min illər boyu tarix, imperatorluqlar qurmuşuq, tarixlər yaratmışıq. İndi bu 80-90 ildə bir fars faşizmi gələ müxtəlif vədlərlə bütün o tarixi heçdən görə və bizim millətimizi bərdə vəziyyətində, kölə vəziyyətində ondan sui-istifadə edir. Bax, buna qarşı üsyan eləmək lazımdır. Keçənlərdə xəbərə baxırdım. Yazıb ki, böyrəyin qiyməti kolye. İnsanlar gedir öz yoxsul durumda olduqları üçün böyrəyini satır. 15 milyon tümənə. Həsən Rohani ki, deyəndə mən vədlərimə əməl eləmişəm, bir başa düşsün, görsün ki, o böyrəyini satan 20 yaşında, 25 yaşında qız, oğlan hansı vəziyyətə düşüb ki, bu işi görür, onda utanar yerə girər. Həsən Rohani görəndə ki, Azərbaycanın durumu acınacaqlı durumdadır, ancaq bu deyir vədləri mən yerinə yetirmişəm, onda utanar yerə girər. Biz də onu ona görə deyirik ki, əgər bu olunan ayrı seçkilikləri, baskıları görüb ona etiraz eləsə ki, sayın dəyərli dostumuz, zəng eləyən dostumuz bildirdi. Haqq verilməlidir. O bölgədə haqq elə bir şey deyil ki, oturasan evində, gətirərlər, qapı döyərlər, verərlər. Xumeyninin o allatmaları var idi, tümbətinin. Ki, ab məccani xواهد شد, برق məccani خواهد شد, otobüs məccani خواهد شد, nə bilim nə məccani خواهد شد, پول نفت را به در خانه های شما خواهیم آورد. Hanı? Hansı neftin pulu qapıza gəldi? Hanı suyunuzun məccanı olması, işığınızın məccanı olması, otobüsün məccanı olması? Hanı o ictimai rifah? Hanı o əxlaq? Hanı o İslam? Hanı o gözəllik? Hanı o məhəbbət? Varmı? İnsanlar artıq bir-birinə inanmırlar belə. Adam səhərdən axşama and içsə belə ona inanmırlar. Nə din qaldı, nə peyğəmbər qaldı, nə inam qaldı, heç bir şey qalmadı. Niyə? Bu siyasətlərin əsasında elə bir şey oluşturublar ki, bu oluşan siyasət sadəcə
değerlerin məhv olunmasına yönelik bir siyasettir. Ve bu değerlerin içinde bir milletin varlığı söz konusudur. Azerbaycan Türk'ünün varlığı söz konusudur. Bu mənadadır ki biz bu siyasetlerin ifşa olması için siz değerli milletimizle danışırıq ve sizlerin fikirlerini de eşitmek isteyirik. Güneyden telefon var, buyurun, Güneyden eşitirəm. Güney kesildi, herhalde arada çok təəssüf ki telefonlarımız olsa da kesilir. Görünür ki texniki sorunlar da çıxır. Ona baxmayaraq dostumuz əgər istəsə Güneydən zəng eləyib bir də əlaqə saxlaya bilər. Mən o baş verən o hadisələrlə bağlı durumları analiz eləyəndə baxırsan, görürsən ki, sadə bir yağış ne olan şeydi ki bu kadar ziyanlar verir insanlara. Yazırdı ki Məsul-i Müdiriyyət-i Rahay İdare Koll Rah و شهرسازی استان زنجان گفت روستاییان قبل از مسافرت از ایمنی جاده‌های زنجان آگاه شوند چرا که آسیب مقطعی در 15 راه روستایی وجود دارد. بارش باران و تگرگ و سیل‌های روزهای شنبه و یکشنبه به ابنیه 15 راه روستایی استان زنجان خسارت وارد کرده است. ابنیه 6 راه روستایی در شهرستان تارم، ابنیه 5 راه روستایی در شهرستان زنجان و ابنیه 4 راه روستایی در شهرستان ایجورد herhalde بر اثر جاری شدن سیل 2 روز گذشته خسارت دیده و همچنین علائم راههای اصلی استان زنجان نیز آسیب دیده و سیل در حوزه شهرستان ماه نشان هم به ابنیه راههای لکوک‌آباد و ابراهیم آباد خسارت وارد کرده. مسئول مرکز مدیریت راههای استان زنجان گفت بارندگی های 2 روز گذشته در استان موجب آب گرفتگی شدید معابر و ورودی گلولای در سطح جاده های اصلی و فرعی شد. و bu o anlamdadır ki keyfiyetsiz iş görülür. Bu o anlamdadır ki Azerbaycan'a yönelik siyasette bu rejimin apardığı siyaset buna yönelikti ki Azerbaycan hiçbir rifahtan, hiçbir o içtimai xədamatdan faydalanmasın. Ya istediği kimi faydalanabilmez. Bu mənada bilirsiniz çok önemlidir ki biz o əldə elədiyimiz və yaxud faydalandığımız xidmətlərin nəyini, necəliyini də öyrənək bilək. Əgər bizim durumumuzu elə bir duruma salıblarsa ki, bir dənə yağışla şəhər suyun içində üzür, evlər dağılır, kənd təsərrüfatı aradan gedir, körpülər uçur və su hər yeri basır, insanlarımız əziyyət çəkir. Başqa tərəfdən, əgər biz görürüksə ki, insanlar yoxsul olduğu üçün gedib bövrəyini satmaq zorunda qalır, demək ki, burada çatışmayan nələrsə var. Və bu çatışmayanları bir araya gətirəndə konkret olaraq bir siyasetin ortaya çıxmasına şahid olur. Və bu siyasetin bundan sonra aparılmasının imkansız olması üçün bir millət öz iradəsini ortaya koymalıdır. Və təbii ki, biz hər zaman söhbətlərimizdə siz dəyərli millətimizlə danışanda bu mövzunu və yaxud bu başlığı gündəmə gətiririk ki, haqlarımızı qorumaq üçün nə etməliyik? Bu başlıq əsasında bir çox mövzulu məsələləri sizlərlə danışırıq ki, görəsiniz ki, ayrı-ayrılıqda mövzuların hamısı gəlir bir neçə məsələlərin qarşısının alınmasına yönəlik məsələyə çevrilir.
Yani Azerbaycanla ilgili olan bütün iktisadi, siyasi, milli ayrı seçkilik siyasetinin mahiyetinde o durur ki Azerbaycan inkişaf eləməsin. Azerbaycan inkişaf eləsə haqqını istəyər. Biz də indi sizlərə bu misallarla və yaxud müxtəlif mövzul verilişlərimizdəki söhbətlərlə onu göstərməyə çalışırıq ki, ayrı-ayrı mövzuların ortaya çıxmasına baxmayaraq, bu rejim apardığı siyasətdə vahid bir siyasəti həyata keçirir. Həyata keçirdiyi vahid siyasət də Azərbaycan türkünün məhvinə yönəlik siyasətdir. Azərbaycanın məhvinə yönəlik siyasətdir. Bunu aşkar şəkildə biz görməliyik və biz çalışırıq bunu göstərək. Çünki rejim bir tərəfdən bu zərbəni vurur, başqa tərəfdən televizyonları ilə, roznamələri ilə, başqa təbliğatları ilə çalışır onu örtbasdır eləsin. Bir tərəfdən Təbrizi o günə salır ki, bir dənə yağış gəlirsə, dağılır, şəhər suyun içində qalır. O birisi tərəfdən durur, təbliğ edir ki, Təbriz şəhri əvvəlin hasdır. Və bizlər də inanırıq, deyirik ki, Təbriz şəhri əvvəlindir bu. Bu da o demək olur ki, güya ki bu Fars faşizmi 36 ildir Təbrizə o qədər yaxşı baxıb ki, Təbriz daha hər şeydə əvvəldir. Amma başqa tərəfdən baxırıq, görürük ki, İsfahanın iqtisadi durumu, İsfahanın sənaye durumu, İsfahanın turizmi, İsfahanın şəhəri, İsfahanda şəhər salma modeli, onun keyfiyyəti, onun standartları hara? Azərbaycanın baş kəndi olan Təbrizin vəziyyəti, durumu hara? Və bu ortaya çıxanda konkret olaraq bu sual ortaya çıxır. Nədən Fars faşizmi Azərbaycan türkünə belə bir ögey münasibəti var? Bu nədən qaynaqlanır? Və bu mənada biz deyirik ki, haqlarımızı qorumaq üçün nə etməliyik sorusunu ortaya qoyub, bu kimi siyasətlərin mahiyyətini öyrənək və bir-birimizə çatdıraq. Hər zaman biz verilişlərimizdə bu kimi söhbətləri ortaya qoyanda deyirik ki, gənclərin rolu bu məsələdə çox önəmlidir. Bu günləri bu vətən bizim gənclərimizə əmanətdir. Azərbaycanın gələcəyi bu gənclərə, bizlərə əmanətdir. Bizim üzərimizə düşən görevlər nədir, onu bilməmiz lazım. Hər şey örtbasdır eləyib, hər şey görməzdən gəlsə, Azərbaycanın gələcəyi heç də yaxşı olmayacaq. Bu mənadadır, bu işin aparıcı gücü olan gənclər səfərbər olmalıdır. Və təbii ki, yeri gəlmişkən, mən həm də verilişimizin sonunda istəyirəm, təşəkkürümü bildirəm o dostlarımıza ki, müxtəlif formada öz fikirlərini yazırlar, göndərirlər, təkliflərini göndərirlər, baş verən müxtəlif xəbərlərlə bağlı xəbərləri göndərirlər, şəkillər göndərirlər və yaxud videolar göndərirlər. Bunların hər birisi önəmli çalışmalardır, önəmli davranışlardır ki, onu göstərir ki, Azərbaycan gəncliyi öz vətəninə biganə deyil, dilinə biganə deyil və vətəninin, dilinin, haqlarının əldə olunması üçün o da vaxtını, gücünü, imkanını bu iş üçün qoyur. Bu çox önəmlidir. Bu duyğu ilə vətənə münasibət göstərmək çox önəmlidir. Ki bizim gördüyümüz işlər vətənin xeyrinə, vətənin gələcəyinə, Azərbaycanın gələcəyinə yönəlik işlər olsun. Bu anlamda düşünürəm ki,
aparılan fəaliyyətlərin hər biri çox önəmlidir və sözsüz ki, biz hər zaman gözləyirik o dəyərli dostlarımızdan ki, bizə yazsınlar fikirlərini, təkliflərini və yaxud o apardıqları araşdırmaları bizlərə göndərsinlər. Baxıram ki, zamanımız imkan verdiyi təqdirdə bir neçə telefonumuz da var. Rusiyadan eşidirəm, buyurun. Salam melekim, ay Sadıq bəy. Hoş gördük, buyurun. Sənə yorulmayasan deyirəm, bir belə əziyyət çəkirsən bizim millətimiz üçün, dediklərin 100, nə eləyək? Gərək görürsən, elə bir gündə qalmışıq ki, İran anadan dövlətdən telefonlar düşə bilmir. Ona görə ki, o rejim qoymur bizim millət öz başını çarəsini qılsın. Qoymur bizim millət öz azadlığın, öz belə dünya bəşəri tarixində verilən azadlıqları əlinə keçirsin, qoymur. Elə bizim dərdimiz budur. Deyirəm, ya Rəbbin, ya Rəsulallah, bax gələsən Təbrizdə, gələsən Ərdəbildə, Solmalda, Tikan-Təpədə, bəzi bizim böyük şəhərlərimizdə sadədə cəmaatdan hamıdan soruşasan, deyərsən, ay mənim qardaşım, bacılarım, siz istəyirsiniz ki, Farsların müstəmləkəsində, köləliyində yaşasan, sadə cəmaata mən deyərdim ki, 100 nəfərdən 99'u dərdi yox. Biz istəyirik, biz kölədə yaşamaq istəmirik, ona görə bizim millət belə bir millətdir. Ancaq orada dövlət adamları, satqınlar və bir də deyirəm, o satqınlar, manqurtlar, onlar desən, onlar sırağı satacaqlar. Deməyim yəni odur ki, sadə cəmaat heç vaxt kölədə yaşamaq istəməz. Həqqi deyirəm. Nə qədər sadə cəmaat var, sadə millətimiz, qardaşımız, bacımız var, onlar köləlikdə yaşamaz. Ona görə bizim millət elə millətlər, bizim millət qəhrəman millətdir. Bizim millət tarixi yaradan millətdir. Bizim millət imperiya quran millətdir. Ancaq nə fayda, nə inəyəsən? 500, 600, 700 il imperiyalar olub bu millətin. Bəli olub. Bir gün imperiya olur, bir gün də belə olur da, indi birinci biraz belə gəldi. Ona görə belə gəldi ki, heç bir dənə bir dövlət Türk imperiyaları yıxa bilməzdi. Silah gücünə, o silahın gücünə yıxdılar. O da xəsfərəz dövlətləri, imperiyaları yığıldı, Türk imperiyalarını aradan apardılar. Bizim də haqqımız, hüququmuz gəldi, düşdü bu faşistlərin əlindən. Bizi heç də vermir. Ona görə lazımdır bizim vətənimiz. Gün o gün olacaq ki, bizim vətənimiz Azərbaycan, özümüz də azad olacaq. Bir yaxınlarda qardaşlarım aitsın, qardaş bacılarına aitsınlar, təşkilatlansınlar, heç biri görməsinlər, Farsların, pasların əllərindən alsınlar, ayıq olsunlar, ayrılsınlar. Bir dənə mənsəbə özünün nəyi var? Tarixin, ədəbiyyatın, dəftərin, kitabın, vətənin, millətin, kimliyin, mənliyin bir dənə mənsəbə satmaq olmaz, ayıbdır. Bizim dədəmiz babamız var. Bizim dədəmiz babamız at oynadı. Bu dünyada, bu Euro-Asya materikində at oynadı, qılınc oynadı. Belə bir millət olmuşuq biz. Biz onunla gərək fəxr edək. Sizə uğur olsun, sağ salamat. Ya Allah, Sadıq bəy, mənə bağışlayın. Çox təşəkkür. Uğurlar. Çox təşəkkür. Minnətdaram sizə, çox sağ olun. Maraqlı fikirlərinizdən dolayı çox təəssüf ki, güneydən olan telefonlarımız gəlir və kəsilir. Görünür ki, hər halda yenə də İttilatın o apardığı oyunlar imkan vermir hər halda o telefonlar gəlsin. Amma buna baxmayaraq biz sözümüzü hər zaman deyəcəyik. Biz mübarizəmizi hər zaman millət olaraq aparacağıq və inanıram ki, bütün bu kimi məsələlər öz həllini tapacaq. Sadəcə olaraq bunların hamısının görülməsində və hamısının təhlil olunmasında, araşdırılmasında, incələnməsində hər bir Azərbaycanlıya iş düşür. Hər bir Azərbaycan türkü öz durumuna, qonşusunun, vətəninin, şəhərinin durumuna baxmalıdır. Əgər o işsizdirsə, yoxsuldursa, çarəsizdirsə, vəziyyəti ağırdısa, hər bir imkandan məhrumdursa, o sadəcə özünü, bəxtini, taleyini suçlamasın. O bir baxsın, görsün ki, onun taleyini bugünə gətirən siyasət nədir? Və o siyasətin artıq bundan sonra ayaq tutub yeriməsinin qarşısının alınması üçün nələr eləməlidir, onu
içinde bir düşünsün, beyninde düşünsün ve harekete gelsin. Biz millət olaraq əgər milli iradəmizi səfərbər eləsək, sözsüz ki, bu rejimin apardıqları siyasət, həyata keçirdikləri baskılar cavab verməyəcək. Onlar məcbur olacaqlar ki, Azərbaycan türkünün bütün haqları ilə hesablaşsınlar. Və millət olaraq biz iradəmizi ortaya qoysaq, heç şübhəsiz ki, haqlarımızı da əldə edəcəyik. O yüzden də düşünürəm ki, bütün ətrafımızda baş verən hadisələrə, olaylara biganə qalmamalıyıq. Və sözsüz ki, bu istiqamətdə üzərimizə düşən bütün o vəzifələrin həyata keçirilməsi üçün milli iradəmizi ortaya qoyub birlikdə mübarizə aparmağı və dostumuzun da dediyi kimi təşkilatlanmağı özümüzə bir görəv, bir vəzifə bilməliyik. Bizə ayrılmış vaxt artıq sona çatdığı üçün mən siz dəyərli millətimizdən hər halda ayrılıram və növbəti verilişlərə qədər hamınızı Tanrıya tapşırıb və sağ olun deyirəm. Sağ olun.